Bakıda dağ satılır. Biləsiz, bu da Kühül dağdır. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşir. Aktiv şəkildə orada satış gedir. Amma alpinistlər də deyir ki, bu əslində dağa dırmaşmaq üçün bizim məşq yerimizdir. O necə satıla bilər və qoruqdur ora. Bu barədə Ləman Quliyeva daha ətraflı danışacaq, daha sonra açıqlamamız da olacaq. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Kühül dağ adlandırılan dağın zirvəsindəyik. Gördüyünüz bu ərazi satış elanlarının birində 7 sotu 350 min manata alıcılara təklif olunur. Görüntülərdən də aydın görüldüyü kimi dağ ağır texnikalarla yarılıb və tikinti üçün hazır vəziyyətə gətirilib. Alpinizm üçün əhəmiyyətli olan bu dağ Bakıda təbii qaya relyefləri üzərində yerləşən, yarışların və məşqlərin keçirilə biləcəyi yeganə yerdir. Elə bu səbəbdən də bu hal alpinistlərin narahatlığına səbəb olub. Kühül dağı bizim üçün çox əhəmiyyətlidir və şəhərə çox yaxındır və ona görə də orada biz daimi məşq edirik və yaxud da ki, festivallar təşkil edirik. Biz istəyərdik ki, həmin ərazi, yəni Kühül dağımız qorunsun və həmin ərazidə gözəl bir şərait yaransın. Təbii ki, bizim üçün, yəni alpinistlər üçün, dağçılar üçün önəmli bir zonadır. Biz istəyirik oranı qorunsun, saxlanılsın və daha əlçatan yer olduğuna görə biz istəyirik o yer dövlət tərəfindən də qorunsun və daim biz oradan istifadə edə bilərik. Təfərrüatları öyrənmək üçün sayta elanı yerləşdirən əmlakçı Ağa Cəfərov ilə əlaqə saxladı. O bildirdi ki, məlumat sayta çoxdan yerləşdirilib və torpağın sahibinin də çıxarışı var. Çıxarışı görmək istəsək də, amma buna nail ola bilmədik. Sənədlər var, çıxarış var, texpasport var. Yaşayışlı ərazidir, 7 sot. Tam 7 sot. Yarımdır ya 7. Rəsmi çıxarış var, belə. Texpasportu var, özüm görmüşəm. Qoymuşam elana, elan vaxtı qutarıb, sonra təzədən yeniləmişəm. Maraqlananlar olub, 3-4 ay ərzində olub da, 3-4 nəfər olub. Evin çertyoju da hazırdır. Yəni adam deyir ki, yəni kim alsa, ora ev üçün yəni çertyoj çəkib, tam ora oturan bir evdə belə deyək. Məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ hazırda araşdırılır. Nəticə barədə məlumat veriləcək. Ləman Quliyeva, Hürü Əliyeva, Feyruz Rasimoğlu. Qoruq olan yerdə necə sənəd ola bilər? Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət eləmişik. Uzun, amma umud edirəm ki, anlaşılan bir açıqlama gəlir. Bakıxanov qəsəbəsi 4-cü Bərgüşad küçəsi giriş 1B və 1C ünvanlarında satışının həyata keçirildiyi bildirilən torpaq sahələri Kühül dağı adlanan təbiət abidəsinin üzərindədir. Kühül dağı adlanan təbiət abidəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qorunan ərazilər siyahısındadır. Həmin ərazi qayaların mühafizəsi üzrə proqramla əlaqədar Azərbaycan Respublikasının Alpinizm Federasiyasının balansına verilib. Orada federasiya üzvləri tərəfindən müntəzəm olaraq qayaya dırmanma məşqləri həyata keçirilir. Qeyd edilən torpaq sahəsində hər hansı tikinti, quraşdırma işinin aparılmaması üçün Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyi və Bakıxanov Bələdiyyəsindən Sabunçu rayon İcra Hakimiyyətinə bir neçə müraciətlər daxil olub. Müraciətlərə əsasən torpaq sahələrində tikinti, quraşdırma işlərinin həyata keçirilməsinə icazə verilməsi barədə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən inzibati icraat başlanıb. Bununla bağlı torpaq sahələrinin mülkiyyətçilərinə məlumat göndərilib. İnzibati icraat yekunlaşdıqdan sonra məsələ ilə bağlı yekun qərar tərəflərə bildirilib. Bəli, imkan verilməyib orada tikinti geçsin, amma orada, bilmirəm 13 il bundan əvvəlmi, yoxsa daha əvvəl, daha sonra, yaxın keçmişdə orada belə hasarlar var da biz onu görürük. Demək, kimsə onu satıb, kimsə alıb, kimsə özünün almadığı, pul ödəmədiyi bir sahəni gedib hasar almaz axı. Pul xərcləyir axı, kubik alır, sement alır, işçi tutur. Yəni, almadığı yeri heç kim hasarlamaz. Demək, orada kimsə nəsə alıb. İndi umud edirəm ki, doğrudan da tikinti getməyəcək. Sabunçu rayon İcra Hakimiyyəti də bu araşdırma ki gedir. Yəni, burada bir mənalı şəkildə təbii abidədir bu və bu qorunur. İcra Hakimiyyəti deyir ki, Ekologiya Nazirliyinə də deyir, xəbər eləmişik. Yəni, bu məsələ daha irəliləməsin.
Orada nəsə tikilibsə də, onlar hamısı sökülüb atılıb getməlidir. Yəni atılmalıdır. Sabah indi makrerlərdir, kimlərdir bunlar deyirlər ki, hə biz satırıq, nə edirik. Amma insanlar bilsin ki, Köhüldağda heç nə satılmır. Bu təbii abidədir.